Endokrin pozucular artıq günümüzün bir hissəsidir. Biz artıq endokrin pozucuların okeanda yaşayırıq desəm yanılmarıq. Endokrin pozucuların içərisində ən başlıca gələn çirkli hava, ekoloji çirkli olan atmosferin pozulması, plastik məhsulların istifadə olunmağı, artıq biz plastik polietilen torbalar mümkünat daxilində sevindirici bir haldır ki, yavaş-yavaş insanlar buna uzaqlaşmağa çalışır, amma istəsinə qaçınılmazdır. Bizim istifadə etdiyimiz bütün məhsullar, duş gelləri olsun, dezodorantlar olsun, bütün hər bir şey plastik içərisində olur. Qida məhsulları isti ilə təmas etdiyi zaman qidaların polietilen qablara tökülməsi, saxlanılması və süd məhsullarının və yaxud da hər hansı yeyəcəklərin polietilen qablarda istifadə olunması və isti təması ilə orqanizmə keçərək zədələyir orqanizmi və yaxud da plastik şüşələrdə olan su, maye qəbulu da çox əslində qalsa sağlam bir yanaşma deyildir. Plastik gördüyümüz hər bir şeydən, hər türlü məhsuldan uzaq olmağımız lazımdır. Bundan başqa uyğun olmayan istifadə edilən deyək kremlər, gellər, saç boyaları, bunlar hamısı konservativ və kimyəvi məhsullardır. Bunlar zaman-zaman bütün orqanizm metabolizmasını, eyni zamanda endokrin sistemini zədələyir. Ona görə mümkünat daxilində çalışmaq lazımdır. Təbii orqanik qidalanaq, təbii orqanik məhsullardan istifadə edək. Polietilen tərkibli plastik qablardan, məhsullardan uzaq olaq. Xüsusən qida məhsullarını polietilen qablara daşımayaq və hər bir şeyi təyinatına uyğun istifadə edək.